Yenə Tim Burton, yenə mən. Bu dəfə 2010-cu ildə Tim Burtonun çəkdiyi Charlie'nin Şokolad Fabrikası kitabından, uşaq ədəbiyyatının adaptasiyasını eləmişdi. O film haqqında danışmaq istəyirəm. Demək olar ki, kitabla eynidir. Nağılla eynidir daha doğrusu. Çox xırda dəyişikliklər var, amma kitabın ümumi motivi dəyişdirilməmiş olaraq qalır. Deməli, bu kitabda da Charlie kasıb bir ailədən olan, amma çox sadə, ailəsi ilə hər şeyi paylaşmağı sevən, xeyirxah bir uşaq obrazıdır. Və o bir gün eşidirlər ki, onlar deməli, şokolad fabrikasında yarışma keçirilir. Hansı ki, bu yarışmada 5 nəfər dünyanın 5 dünya üzrə, yəni 5 uşaq fabrikanı gəzmə imkanı əldə edir. Bunun üçün də şokoladları alıb onların içərisində kupon əldə etməlisiniz. Və beləliklə nağıl başlayır. Çünki Charlie kasıb ailədən olduğu üçün onların imkanı olmur çox şokolad almağa. Digər 4 uşağın hekayəsini danışır və daha sonra Charlie'nin hekayəsinə baxırıq. Burada deməli, kitabla demək olar ki, filmin tək fərqi oradakı Willy Vodo, Johnny Depp'in, yenə də deyirəm, Tim Burton'un filmlərinin 80%-ində Johnny Depp var. Çox möhtəşəm idi o canlandırması obrazını. Çox sevirəm Willy Vodo obrazını Johnny Depp'in ifasında. Çünki bu şokolad fabrikasının, Charlie şokolad fabrikasının bir neçə musiqili teatrı da var. Yəni uşaqlar üçün hələ də göstərilir və çox məşhur bir əsərdir əslində. Və deməli, kitabda Willy Vodonun belə travmaları yoxdur. Hansı ki, kinoda çox gülməli və çox qəşəng Johnny Depp onu təsvir eləmişdi. Onun ailə travmasını, yəni ailə sözünü belə deyə bilmirdi filmdə. Deməli, filmdə necə təsvir olunur? Gotik üslubda həmişəki kimi nağılvari, çox estetik, vizuallıq var idi həmişəki kimi Tim Burtonun filmində. Deməli, Charlie eynilə nağıldakı kimi kasıb bir ailədəndir. Və bir gün, burada da hətta sənaye dönəminə keçiddə insanların o texnologiyaların, böyük robotların, maşınların işləməsi ilə insanların işsiz qalması dönəminə də vurğu var idi. Çünki Charlie'nin atası fabrikdə işləyirdi, amma günlərin bir günü o işsiz qalır. Çünki onun yerinə artıq bir fabrikə maşınlar alınır, robotlar alınır və o maşınlar gəldiyi üçün insan əməyi, insanlar işdən çıxarılırdı bildiyimiz kimi. Jack London'un Dönək hekayəsində, videolarımda sənaye dönəmindəki özəlliklə uşaqların həyatları ilə bağlı video çəkmişdim. Yəni o dönəmi bir göndərmə var idi. Əsasən filmdə onu sevdim ki, sonlara yaxın Tim Burton bunu da yəni pozitiv mənada dəyişdirir. Deyir ki, artıq yenidən işə qayıtdım. Mənim işimi görən texnologiyanın təmizliyinə artıq baxacağam. Yəni müsbət bir dəyişim var idi burada. Demək, ilk 5 uşaq necə seçilir? Yarışma başlayır. Willy Vodo deyir ki, Willy Vodo'nun fabrikası bu arada çox sehirli bir fabrikdir. Çünki bir şokolad fabrikasıdır, amma heç kim orada işçiləri görməyib, məsəl üçün. Soruşdular ki, o fabrikdə kim işləyib, amma heç kim işləmir, oranın işçiləri görünmür. Heç vaxt orada bir iş getdiyi görünmür, amma fabrika işləyir, şokolad istehsal eləyir. Və televiziyada yarışmanı elan eləyirlər. Charlie həm çox istəyir bu yarışmaya qatılmağı, həm də ki, onların imkanları yoxdur şokolad almağa. Ardıcıllıqla uşaqların necə bu kuponu əldə etdiyini görürük. Buradakı uşaqların hər birini biraz da Seven filmində o İncildəki 7 günaha biraz xatırlatma elədi mənə sıralama olaraq. Məsələn, acgözlük var idi, birində obsessiya var idi, hər istədiyini əldə eləmək var idi. Uşaqlardan biri, birinci qalib olan Alman bir uşaq olur. Həmişəki kimi Almanlar toplum olaraq, xalq olaraq şvayn, yəni donuza bənzədilir. İri cüssəli, acgöz obraz olaraq təsvir edilmişdi bu uşağın
Alman uşağının bu cür təsvir edilməsi də təbii ki, təsadüfi deyildi. Düsseldorfdan seçilir və yarışa qatılır. Yarışa qatılmasının səbəbi uşaq acgöz olur. Yəni dayanmadan şokolad yeyir. Təbii ki, hətta filmdə də Charlie'nin babası deyir ki, görərsən birinci kuponudan kök bir uşaq olacaq və eləcə də olur. İkinci uşaq Amerikalı bir qızdır. Bu qız davamlı olaraq istəkləri olur. Yəni dayanmadan atası oliqarxdır, belə deyək. Onun da şirkəti var, fabrikası var və atasına davamlı olaraq nə görsə şüursuz şəkildə istəyir. Bu da pedaqoqların bir yanaşması var. Pedaqoqlar həmişə deyirlər ki, uşağınızı şikəst eləmək istəyirsinizsə, yəni bir uşağa valideynin edə biləcəyi ən böyük pislik o uşağın istədiyi hər şeyi eləməkdir. Yəni uşaq davamlı olaraq heç bir şeyin qədrini bilməyən, ancaq alan zombiləşmiş, yəni bir növ uşaqlara dönüşür. Buradakı ikinci Amerikalı qız da həm də Amerikanın türklər demiş tüketim toplumunun bir göndərməsi idi. İstəyir, sadəcə istəyir və atası şirkət işçilərinə, böyük bir şirkətlər olur, tapşırıq verir ki, şokoladların hamısını açın və kuponu tapın. 3 gün sonra bu kupon tapılır hətta. Yəni bir növ belə deyim, şansla yox, ədalətli olmur, cığallıqla. Yəni valideynlərinin israrı ilə, tələbləri ilə cığallıq girmiş olur işin içinə. Üçüncü uşaq İngiltərədən seçilir. Bu uşaq qalib olma, ancaq yarış halında. Anası da bu arada bu saqqız çeynəmə yarışına, yəni çox absurd belə Guinness rekordlarına girən absurd yarışlar eləyirlər. Günümüzdə də görürük, belə dəxilsiz bir şey eləyib, məsəl üçün Guinness-a düşmək üçün. Və davamlı olaraq adlarını Guinness-a yazmaq üçün ana uşaq belə qəribə şeylər eləyir. Bu qəribə şeylərdən birisi də dünyanın ən uzun müddətli saqqız çiynəmə yarışı. Təsəvvür edin, belə bir yarışa qatılıbdır. Və uşaqların hər biri də, bu qızda da olduğu kimi, valideynlərlə uşaqlar eynidir. Yəni əslində göstərir ki, o nəslin davamçısıdır bu uşaqlar. Yetişdirdiyiniz uşaqlar, nəsillər, bir növ sistemlər mi deyim, toplumlar mı deyim, bu uşaqları yetişdirir. Və bunlar da belə bir ana qızdılar. Bir də orada müəllim var idi. Onun da oğlu obsessiv şəkildə televiziya obsessiyası var. Davamlı olaraq oyun oynayır və yaxud da ki, televiziyaya baxır. Biraz da militarizm orada, bilmirəm hər nə qədər, amma mənə elə yansıdı ki, yəni oyunlar oynaması bir növ onun militarizmə meyllənməsi idi. Və bunlardan sonra bu 4 uşaq təbii ki, yarışmanı qazanandan sonra Charlie təsadüfən ad günündə bu kuponu udur və deyir ki, bu kuponu satın, çünki bizim pula ehtiyacımız var, ailəsi kasıb olur. Amma babası ona deyir ki, pul necəsə tapılar, amma bu təcrübə bir də tapılmaz. Çünki kuponu istəyirlər, yəni pul qarşılığında Charlie'yə təklif edirlər ki, sat bizə. Amma Charlie babasının da belə deyim təkidi ilə kuponu qazanır və yarış günü başlayır. Onları Willy Vodo, Johnny Depp çox möhtəşəmdir də. Yəni bütün Tim Burton filmlərində, başqa filmlərdə də təbii ki, Secret Windows'dur. Məsələn, mən çox sevirdim bir yazarı. Ümumilikdə Johnny Depp'i çox böyük heyranıyam. Və yəni çox fərqli obrazlara girir demək istədim. Hamısı da necə bu qədər uğurlu alındırır bilmirəm. Və burada Willy Vodo artıq bunları qarşılayır, fabrikin şefi, müdürü və bu uşaqların gəzintisi, tanışlığı daha doğrusu başlayır fabrika ilə. Birinci uşaq, məsəl üçün, birinci tanış eləyir ki, bu fabrikdə gördüyünüz hər şeyi yeyə bilərsiniz. Yəni hər şey əslində şokoladdır, şirniyyatdır və birinci uşağa yəni şərt qoyanda ki, şokoladlar belə deyim, su kimi, çay kimi belə axır. Ora düşmək olmaz, artıq o acgöz uşaq, Alman uşaq hansı ki dediyim, Düsseldorfdan oyunu qazanan uşaq, acgözlük olaraq, hansı ki qazanmasının da səbəbi davamlı olaraq şokolad yeməsidir. O acgözlüyü onu məhv eləyir, şokolad selinə düşür, oyundan kənarlaşdırılır. İkinci uşaq, atası ardıcıllıqlar səhv demiş ola bilərəm, amma təxmini belədir. İkinci uşaq atasına ona hər şeyi istəyən, hər şeyi tələb eləyən, atası da kör-körənə şəkildə, yəni onun hər istədiyini həyata keçirir və onlar şokoladları, sincablar görürlər fabrikdə, qoz təmizləyən sincablar. Yəni Willy Vodo xəbərdarlıq eləməyə belə imkan vermirlər ki, yəni ona yaxınlaşa bilməsin. Qız deyir, mən bu sincablardan istəyirəm. Atası da deyir ki, yəni pulu nədirsə parası ilə deyilmi
almaq istəyir, amma Willy Wood ona deyir ki, biz bu sincabları satmırıq və qız da deyir ki, sən almasan özüm gedib götürərəm. Sincablara yaxınlaşanda bu səfər də orada nə deyim ona, hipnoz kimi bir quyu olur. Yəni sincablar ona hücum eləyir və qız burada oyundan kənarlaşdırılır. İkinci də belə kənarlaşdırılır. Üçüncü militarist uşaq var idi. O deməli çox qəşəng kreativ bir fikir idi. Çünki Willy Wood da deyir ki, biz artıq şokoladlarımızı inqilab eləmək istəyirik. Ekrandan almaq fikri necədir? Məsəl üçün ekranda şokoladı təqdim edirsən və daha sonra ekrandan, yəni Black Mirror kimi göstərəsən ki, dadına baxa bilərsən. Bunun testləri aparılır və uşaq deyir ki, Willy Wood'a deyir ki, sən axmaqsan, bu elədiyin çox böyük bir kəşfdir, amma sən bunu sadəcə şokolad səviyyəsində dəyərləndirirsən, nə bilim danışır, özünü gedir şualandırma, işınlamaya atır və orada ölçüsü balacalaşır. Baxanda başa düşəcəksiniz, belə başa sala bilmədim, nəysə. Bu uşaq da burada kənarlaşdırılır və daha sonraki deməli saqqız çiynəyən uşaq da o rekordlara dəxlisiz istəkləri olan, yarışma atı kimi olan uşaq da orada saqqız göstərir Willy Wood'a və bu uşaq da xəbərdarlıq edilməsinə yenə qoymur Willy Wood'dan. O saqqızı yer və böyürtkənə dönüşür. Buna da belə kənarlaşdırılır və sonra Charlie artıq oyunda sona qalan, qalib olan olur. Və Willy Wood ona deyir ki, sən bu yarışı qalib gəlmisənsə, artıq şirkətimi sənə verirəm. Yəni bu şirkəti idarə edə bilərsən, amma təbii ki, bir şərti var. Çünki Willy Wood'un özünün ailə travması var. Ailə travması yenə də deyirəm, kitabda yoxdur. Burada isə necə təsvir olunub? Willy Wood'un atası diş həkimi olur və şokolad yeməsinin əlbəttə ki, dişlərə zərərli olduğu üçün ona qadağalar qoyur və bundan dolayı onun ata travması, ailə travması olur və deyir ki, uğur qazanmaq üçün də onsuz da deyir ki, valideynlər ailə olmamalıdır. Çünki ailə böyük adamları şirkət idarə eləmək istəyirsənsə, sən tək olmalısan, azad olmalısan. Ailə bizi qısıtlayır. Yəni ailə olduğu müddətcə sən şirkət idarə edə bilməzsən, tək başına şirkəti idarə eləməzsən. Charlie də deyir ki, mənə bütün dünyanın şokoladlarını da versən, mən ailəmi tərk eləmərəm. Yəni ailəsini seçir. Və daha sonra isə Willy Wood filmdə yenidən qarşısına çıxır, uşağın qarşısına çıxır. Ailə sözünü deyə bilməməsi çox xoşuma gəlirdi orada mənim. Filmdən xoşuma gələn John Depp'in səhnəsi o idi. Və ona deyir ki, Charlie ona da kömək edir sonluqda, atası ilə qarşılaşdırır və aralarındakı münasibət düzəlir. Daha sonra isə deməli Willy Wood şirkətini verir deyək Charlie'yə. Bu şirkətini vermə hekayəsi də belə olur ki, o da başqa bir gülməli səhnə idi. Görür ki, yəni bərbərə gedən saçında bir dənə ağ var və düşünür ki, mən artıq qocalıram və yox olacağam və mənim şirkətimi kim idarə edəcək? Ondan sonra belə bir varis axtarır və o artıq demək Charlie'yə verir şokolad fabrikasını. Charlie də onun qarşılığında daha əhəmiyyətli bir şey verir. Willy Wood'a heç vaxt sahib olmadığı ailəni verir. Beləcə, yəni kitabın motivi uşaqlar üçün əsasən tərbiyələndirici, yəni acgözlük pislənir və yaxud da ki, uşağın dayanmadan nəsə istəməsi pislənilir və yaxud da ki, mənasız yarışları, istəkləri, oyun oynamaqları, bunlar pislənir. Onun da qarşılığında Charlie kimi sadə, xeyirxah, ailəsi ilə münasibətləri yaxşı olan bir uşaq obrazını, belə deyim, təsvir edilmişdi. Film həqiqətən mənə görə möhtəşəmdir. Ümid edirəm nə vaxtsa musiqili teatrı çox sevdiyim üçün bu musiqili teatra da bir gün gedib canlı izləyə bilərəm. Bu filmə baxmamısınızsa, Tim Burton'un Charlie'nin şokolad fabrikasına baxmanızı məsləhət görürəm.